Bütün imamlarımıza itayət eləməyənlərin günahı nə idi? Niyə? Nə idi günahları ki, imamlara itayət eləmədilər? Mən sizə bir söz deyim ki, onların tək günahları bu idi ki, məhəbbətləri az idi ürəklərində. Bu təhlükəli sözdür. Tək günahları bu idi. Əleyhissalam məzlum gəzirdi. Deyirdi, 40 adamım olsa mən bu günə düşməzdim. 40 nəfər adamım olsaydı. 40 nəfər kim? Ürəyi Əlinin məhəbbəti ilə dolu olan adam. O ki, ürəyinin dərinliyində də deməyə, belə deməyə, belə deyirdilər Həzrət Əliyə. Sən bizdən nə istəyirsən? O qədər belə dedilər ki, Həzrət Əli deyildi, xutbə oxuyurdu, baxırdı, görürdü ki, cəmaatın gözündəki, yəni, nəuzubillah, yəni sən də bezdirdin bizi. Onda getdi özünə ölüm istədi. Onda dedi ki, mənə bunlardan xeyirlisini, bunlara məndən pisini qismət elə. Çünki bunlar məni tanıya bilmədilər, mən də nə dillə danışım. Bir adam əlini görə ona aşiq olmaya, o cinayətkardır. Onun cinayəti çox böyüdür. Onların yeganə günahı bu idi ki, onlar məhəbbət az idi ürəklərində. Hökm verdi, dediyim kimi o günəş necə murdar heyvanın üstünə, heyvan ölüsünün üstünə isti verər və onun üfunəti qalxar, onların mənəmçiliyi qalxdı və təzahür elədi Fatimənin qapısının yanması şəklində. Fatimənin qapısını mənəmçilik odu yandırdı, məhəbbətin azlığı yandırdı. Bu məhəbbət ürəklərində olsaydı, heç kəs cürət eləyə bilməzdi Fatimənin qapısını yandırsın. Dostların ürəyində məhəbbətin azlığı Fatimənin qatilinə çevrildi. Çünki Fatimənin dostları kifayət qədər sevsəydilər, kimin cürəti vardı gəlsin Əlinin qapısını yandırsın? Əlinin dostları Əlini kifayət qədər sevsəydi, heç kəsdə bu cürət olmazdı. Neyniyək bu məhəbbət artsın? Əyyam-ı Fatimiyyədə fürsətdir. Mən heç bir yol demirəm. Bir dənə xahişim sizdən budur, özümə və sizə deyirəm. İstəyək bunu, istəmək ki, çətindir. Neçə hacətlərimiz var burada, dərdlərimiz var. Deyirik, gedək hacət istəyək. Biri də bunu qərar verin ki, xanımdan istəyin ki, Allahdan istəsin, onların məhəbbəti ürəyimizdə çoxalsın. Bunu istəyir. İstəmək ki, çətindir, istəmək çox şey həll eləyir. Bir şey insan belə bir varlıqdır, istədisə verəcəklər. Biz hələ istəyə bilmirik. Biz xahiş eləyək, istəyək ki, bu məhəbbət bizim ürəyimizdə artsın. Və məhəbbət ki, girdi ürəyə, pisliyi də yandırır, yaxşılığı da yandırır. Necə yəni yaxşılıq? Biz nə mənada yandırır? Yaxşılıqları nə mənada yandırır? Əhl-i Beytin məhəbbəti. Yaxşılıqların çünki bəlası var. Yaxşılığın bəlası nədir? Özündən razı olmaq. Elədir? Yaxşılığın bəlası ki, insan özündən razı olur. Hədisdə var, Peyğəmbər buyurub, günah eləyib özündən narazı olmaq, ibadət eləyib özündən razı olmaqdan daha yaxşıdır. İbadət eləyib razı olacaqsansa, get günah elə peşman ol, bu daha yaxşıdır. Bəs bu yaxşılıqların ucub yaratmağı, yəni özündən razılıq yaratmağının əlacı nədir? Əgər məhəbbətdən başqa bir əlac tapsız, gətirin mənə deyin, nə qədər axtarsız, işinizi asanlaşdırın. Axtarmayın ki, tapa bilməyəcəksiniz. İstəyirsən, yaxşı əməllər eləyəsən, salih adam olasan, amma özündən razı olmayasan, bircə yolu var ki, ürəyində məhəbbət olsun. Ancaq aşiqlərdir dünyada. Ancaq aşiqlərdir ki, nə qədər çox əməl eləyir, bir o qədər əli boş bilir özünü. Çünki birini ki, sevdin, gözün sevgilindədir, özündə yox. Sənə deyirlər, bəh-bəh, nə yaxşı namaz qıldın, sənin fikrin Fatimənin yanındadır. Sənə deyirlər, bəh-bəh, sən gecə namazı qılansan, sən yaxşı adamsan. Axı, eşq gəlir, özü əridir, özün yaddan çıxırsan, ona görə özündən razılığın yeri yoxdur aşiqin ürəyində. Bir adam haqqa bağlıdırsa, onu sevirsə, onun içində nə qədər ibadət eləsə, az biləcək onu. O gözləyəcək ki, əgər bu əməl məni Fatiməyə yaxınlaşdırırsa, ən ağır əməldə olsa eləyəcəm, sonra deyəcəm, neynəmişəm ki, mən heç nə. Bu xüsusiyyəti insanın daxilində məhəbbət yaradır. Məhəbbət təmizləyir insanları. Hərdən belə dua eləyək də, ilahi bizi yaxşılıqlarımızın şərrindən qoru. Belə dua eləyək.
Yaxşılığımızın şərri nədir? Yaxşı əməllərimizin şərri riya və ucubdur. Və bu duanı tərcümə eləsək, başqa cür desək, belə deyək, ilahi bizim ürəyimizdə Fatimənin məhəbbətini çoxalt. Əgər Fatimə məhəbbəti bizim ürəyimizdə çox olarsa, onda yaxşılıqlarımızdan bizə ziyan gəlməz. Biz yaxşılıqlarımıza söykənmərik, arxayın olmarıq. Və məzlumiyyətin köməyi nədir? Bu mövzuda məzlumiyyətin köməyi budur ki, bu məhəbbəti artırır bizim ürəyimizdə. Bir adam əyyam-ı Fatimiyyədə də düzəlməsə özünə desin ki, Fatimənin qapısının yanmağı da məni islah eləmədisə, mən haçan adam olacam? Bir adama məzlumiyyət də kömək eləmədisə, daha heç nə kömək eləyə bilməz. İnsan əyyam-ı Fatimiyyədə islah olmasa, nə vaxt islah olacaq? Sevdiğin adamın, bir adamı ki sevirsən, onun adı yandırmalıdır səni. O ki qala deyərlər ki, ona zülm olunub, onda da insan taqətsiz olar. Bizim məzhəbimizin bayrağı məzlumiyyətdir, məhbubiyyətdir. Və əslində bu məzlumiyyətin səbəbi nədir? Bu zülmlərin səbəbi məhəbbətin azlığı idi. Mən Məhərrəmlikdə bunu danışdım, yadınızdadısa, Əli əleyhissalam 3 dəstə ilə vuruşdu. Mən onu ətraflı danışmıram, adlarını çəkirəm. Bir münafiqlər idi Suffeyn döyüşündə. Bir dünyapərəstlər idi Cəməl döyüşündə. Bir də cahillər idi Nəhrivan döyüşündə. 3 dəstə ilə vuruşdu. Amma bir dəstə qalmışdı. Onlar Həzrət Əlinin ətrafındaydılar. Həzrət Əlinin yanındaydılar, dostları idiler. Amma məhəbbətləri az idi Əliyə. Əliyə məhəbbətləri az idi. Bu 4-cü dəstə qaldı İmam Hüseynə. İmam Hüseyn bu 4-cü dəstəni ifşa elədi. Onlar o dəstə idi ki, Həzrət Əlinin yanındaydılar, amma döyüşlərdə ona kömək eləmirdilər. Çünki məhəbbətləri kifayət qədər dördü. Bu yaxı dediyim ayə vardı. İman gətirməyiblər o vaxt qədər ki, sən deyəsən qasa-qasa gedələr ki, bəh-bəh, Əlidən əmr gəldi. Amma Əli əleyhissalam dedi, gedək döyüşə. Qışda deyirdilər soyuqdur, yayda deyirdilər istidir. Həzrət Əli əleyhissalam da deyirdi ki, belə görsənir ki, siz heç kişi sayılmazsınız, kişi döyürsünüz siz. Mən sizə nə deyirəm, bir bəhanə gətirirsiniz. Bu dəstə ki, Əlinin sinəsinə dağ çəkirdi və əslində Əlinin ən gizli pərdə arxası qatilləri bunlar idi. Bunlar olmasaydı, Muaviyə Əliyə heç nə eləməzdi. Bunların süstlüyü olmasaydı, Hüseyn onları çəkdi, gətirdi meydana, Kərbəla meydanına. Dedi, baxın görün, Əlini az istəməyin cəzası nədir? Bu o dərəcədə ağır bir cəzadır ki, gəlir Hüseynin qətli ilə nəticələnir. Yəni bir adam Əlini az sevirsə, axırda cəzası olur ki, Hüseynin qatili olur. Məhəbbətin azlığının görün nə qədər insana ziyanı var. Onların yeganə günahı bu idi ki, Əlini çox sevə bilmədilər. İmam Hüseyn onları rüsva elədi. Və Fatiməni öldürəndə bu dostların məhəbbətinin azlığı idi. O dostlar doğrudan sevsəydilər, heç kəsin gözü qabağında bu hadisələr baş verməzdi. Fatimə özü məhəbbət şəhididir. Fatimə bizə dərs verir ki, insan imamının yolunda necə fəda olar. Fatimə Əlinin aşiqidir. Əli Fatimənin həyat yoldaşından əvvəl Əli Fatimənin imamıdır. İmam yolunda, vilayət yolunda necə şəhid olarlar, Fatimə bu dərsi bizə verir. Bu günlərdə məhəbbəti artıraq. Məhəbbət ürəyimizdə çoxalandan sonra gələk məzlumiyyətin indi sorağına. Onda məzlumiyyətdən danır. Birini sev dəlicəsinə. Sonra dinən sənin məşuqu və zülm eləyiblər. Onda da gör nə baş verir. Mənim dilim acizdir onu deməyə.